Ayrılığın üzərindən uzun bir müddət keçib və sən hələ də o insanı unuda bilmirsənsə, bu dediklərim sənə kömək edə bilər. İlk növbədə qəbullanma. Ayrılıqdan sonra qəzəbli, kədərli, hətta çaşqın olmağımız belə normaldır. İlk növbədə bunu qəbul etməliyik. İkinci növbədə hisslərimizi ifadə etməliyik. Çünki bastırdığımız duyğular bizə daha çox zərər verir. Bunu bir vərəqə yaza bilərik və ya kimləsə bir mütəxəssislə də bölüşə bilərik. Üçüncü növbədə onunla bağlı xatirələri azaltmalıyıq. Fotoları, videoları silməliyik. Saxta profillərdən həmin insanı sosial mediada izləməyi dayandırmalıyıq. Və son olaraq keçmişə yox, gələcəyə fokuslanmalıyıq. Bu münasibət mənə nəyə qazandırdı? Hal-hazırda olsa nəyi fərqli edərdim deyə sualları özünüzə verib, gələcək münasibətiniz üçün daha sağlam təməllər ata bilərsiniz.